Yaxşı. Deməli belə. Bugün biz danışacağıq zərf haqqında. Bir dənə zərfin tərifinə baxın. Kimsə görmürsə yerini dəyişə bilər. Deməli, yazıb zərf hərəkətin, amma bu həmişə belə olacaq demək deyil ha. Biz qarşıdakı hissələrdə bəzi məsələlər var, onlara xüsusi ilə belə toxunacağıq. Deməli, zərf hərəkətin tərzini, zamanını, yerini və miqdarını bildirən bir dənə əsas nitq hissəsidir. Əslində siz bu 4 fikirdən tuta bilərsiniz ki, zərfin bundan sonra keçəcəyimiz 4 məna növü var. Tərzini bildirirsə tərz hərəkət zərfi, zamanını bildirirsə zaman zərfi, yerini bildirirsə yer zərfi, miqdarını bildirirsə miqdar zərfi. Mənim sizə bir dənə məsləhətim. Siz zərfi başlamazdan əvvəl gedirsiniz, hamınızın əlində oxumaq üçün mənim vəsaitlər var da. Gedirsiniz feili bağlama var. Məsdər feili, sifət feili bağlama. Orada feili bağlamanın şəkilçilərini əzbərləyin. Demirəm, amma ümumiyyətlə feili bağlamanı tam başa düşün, feili o mənada demirəm. Sadəcə şəkilçilərini əzbərləyin. Niyə şəkilçilərini əzbərləyin? Çünki qarşıdakı hissədə biz zərfin məna növlərini keçəcəyik. Yerlə bağlı problem olmayacaq. Amma bəzi feili bağlamalar ki var, onlar tərz mənası bildirir, zaman mənası bildirir, miqdar mənası bəzən bildirir. Amma onlar nədir? Feili bağlamadır, yəni feildir. Sabah gülə-gülə sözünü gedib tərz hərəkət zərfi götürəcəksiniz. Götürməyin, feili bağlamadır. Qaçanda yıxıldım, müəllim, nə vaxt yıxıldım? Nə bilim, yazanda başa düşürəm. Gülərkən, nə bilim, əsəbləşdi. Yıxılarkən, müəllim, zaman zərfi tapmışam, tərz hərəkət zərfi, doyunca yedim, nə bilim, çox yedim mənasında miqdar zərfi tapmışam, deməyəsiniz. Feili bağlamanın şəkilçilərini, Amir, başa düşməyən uşaq, tanımayan uşaq zərfi yaddan çıxarsın. Xüsusən də zərfin məna növlərini yaddan çıxarsın. Hər 2 dəqiqədən bir büdrüyəcək. Sabah sizə qaça-qaça gəldi sözündə, qaça-qaçanın altından xət çəkər, digər şeydir, zərfdir. Tərz hərəkət zərfidir. Uşaq da deyəcək ki, hə də müəllim, necə gəlir qaça-qaça, tərz hərəkət zərfidir. Da fikirləşməyəcək ki, bu qaçır. Özdə 2 dəfə qaçır, qaça-qaça. 2 dənə feil olan yerə sən necə zərf deyirsən? Feili bağlamadır bu. Başa düşdünüz? Yəni, bu məsələlərə fikir verin, çox xahiş edirəm. Feili bağlamanın birinci şəkilçilərini oxuyun, bir nümunələri oxuyun, sonra keçin zərfin məna növlərinə. Belə quruluşu falan şəkilçiləri oxuya bilərsiniz, amma məna növlərinə keçdiniz, bunu birinci eləyin. Yaxşı? Hə. Sonra burada suallar var, özünüz baxacaqsınız. Bir dənə bu abzasdır, bu hissəni bir dənə özünüz oxuyun. Zərf təkcə feilə yox, digər nitq hissələrinə, hətta zərfin özünə də aid ola bilər. Bu məktəbli psixologiyasını, İbtidai uşaq düşüncəsini beyninizdən çıxarın. O bizə orta məktəbdə nə tərəflər? Zərf feilin yanında gəlir. Zərf feilə aid olur. Bu söhbətlər əksər hallarda belədir, çox vaxt belədir, amma həmişə belə deyil. Məsələn, deyirəm ki, indi deyək ki, toydur. Bugün toy var. Bura istidir. Bura yer zərfidir. İstidir, sifətdir. Bugün birincisən. İndi birincisən. Birinci sıra sayıdır. Başa düşdün? Yəni, yuxarı sakitdir. Sakit sifətdir, yuxarı yer zərfidir. Bu, məktəbli psixologiyasını beynimizdən çıxarın. Ki, zərf həmişə feilə aid olur, həmişə feilin yanında gəlir. Bu söhbətlər artıq çox köhnəlib. Və bu, sizin əlinizdən bir şey tuta bilməyəcək, kömək eləyə bilməyəcək. Məsələn, cümlə verir ki, Asif cəld qapıya tərəf qaçdı. Burada cəld qapının yanındadır. Nə deyək? Deyək sifətdir. Sözün nəyin yanında olmağı yox, nəyə aid olmağı önəmlidir. Bu cəld qapı olmur da, cəld qaçır. Nə olsun o 3-4 söz, o zərfin aid olduğu söz ondan uzaqdadır. Ona aiddir. Məsələn, mənim telefonumun biri evdədir. Məndən kilometrlərlə uzaqda, amma mənimdir. Nərgizin telefonu mənə yaxındır, o demək deyil mənimdir. Nə mənə yaxındırsa o mənim, onda gedərəm bir dənə BMW-nin yanında qalaram. Elə olmur axı, nə olsun mən? Elə olmur, nəyin yanındadsa o ona aiddir demək deyil. Başa düşdünüz necə? Ali gedər Angelina Jolie'nin yanında qalar, deyər mənimdir. Bunu başa düşdünüz? Bu o demək deyil, nəyin yanındadır, yox, nəyə aiddir. O məsələyə fikir verərsiniz. Sonra, zərflər digər əsas nitq hissələri kimi quruluşsa olur, sadə düzəltmə, mürəkkəb. Uşaqlar, digər nitq hissələri kimi yox, ha. Məsələn, qoşma, düzəltmə, mürəkkəb olmur, nə bilim, nitq hissələri kimi yox. Digər əsas nitq hissələri kimi. İndi burada bəzi sözlər var, bunu xüsusi ilə sizin üçün rəngləyirəm və bunu müzakirə eləyəcəyik.
biri bildirdi, sonra biri iniş ildi, burada rəngləyirəm sizin üçün. Sonra biri sırağa gündür, buna baxacağıq. Sonra biri bədahətəndir. Uşaqlar, bu sözlərin bəzilərini çaşırlar ya düzəltmək, ya mürəkkəb götürürlər. Eləməyin. Bildir sözündə görürsünüz, vurğu hara düşüb? Bura. Bu sözün kökü bil deyil, ha. Bir var, feil kimi onu işlədirsən, nəyisə bildirmək, o başqa məsələ. Onda dır vurğu qəbul eləyir. Və leksik şəkilçisi olur. Amma burada deyir, bildir. Bunun mənası keçən il deməkdir. Bildirki deyirlər, keçən ilki. Evdə çox vaxt kompot mürəbbə bağlayanda bunu az adam işlədir. Ya bir var bu ilki, var keçən ilki mənasında bildirki. Bildir zaman zərfidir, ondan yaranmış ki şəkilçisi var. Məsələn, bildirki sifətin verir, deyir, onun kök şəkilçisini tap, uşaq götürür belə, dır leksik, ki leksik. Deyir ki, yox, bax, feil kimi düşünsə, məsələn, bu məlumatı Nərgizə bildirmək. Orada sözün kökü bildi, çünki Nərgizə bir şey bildirəndə o nə edir? Bilir. Burada dır leksikdir. Amma bildir, məsələn, sizə gəlmişdi ki, keçən il mənasını verir və söz sadə sözdür. Başa düşdün? Bildirki də keçən ilki deməkdir. Burada da sözün kökü bil deyil, bildirdi. Ki də orada leksikdir. Başa düşdün? İşləyir. Hə. Sonra iniş sözünü mürəkkəb götürənlər var. Uşaqlar, il var, iniş yoxdur. Başa düşdün? Sırağa gündə gün var, sırağa sözü yoxdur. Yəni bu şey, bəli, bu sözlər sadədir. Bədahətən, yoxdur burada 2 dənə söz. Bu sözləri sadə götürəcəksiniz. İndi keçirik bura, şəkilçilər hissəsinə. Biraz burada bizim bir xeyli işimiz olacaq. Getdik. Vaxt itirmədən baxırıq şəkilçilərimizə. Bir xeyli burada bizim şəkilçilərimiz var. Getdik. Birinci şəkilçimiz cadır. Çalışacağım bütün xırdalıqlara toxunum. Bunun videosunu atacağım sizə. Bir dəfə atmışam. Online videosunu atmışam. Yenə baxarsınız buna. İndi ola bilər də orada nə isə deməmişəm, burada deyərəm. Baxarsınız buna axıra kimi. Qeydlərinizi kim götürə bilmirsə götürsün. Mən sizin aranızda qeyd götürmək görmürəm də. Məsələn, elə şeylər var ki, bu kitabda yoxdur. Deməli, canı siz harda görmüsünüz? 1. İsimdə görmüsünüz leksik şəkilçi kimi. Düşünürsən, düşüncə olur. Əylənirsən, əyləncə olur. Ca orada leksik şəkilçidir. Ca burada da leksik şəkilçidir. Fikir versiniz, dil yaradır. Dilləri artırılır. Türk, daha dilləri artırılmır, dil yaradır. Rusca, türkcə, ərəbcə, fransızca, italyanca, necə bu formada getdi. Bir də düşüncə əyləncədəki ca isimidir. Düzdür, burada leksik şəkilçidir. Sonra siz canı görmüsünüz sifətin dərəcələrində ədat kimi. Düzdür, xırdacadakı ca var idi, körpəcədə ca var idi. Dedik, balacada ca bölünmür. Balaca bütövdə adi dərəcədir. Sonra ca ədat olanda ancaq şeyə artırılmır, sifətin dərəcələrinə artırılmır. Məsələn, arada zarafata deyirdik, mənim bircə gün vaxtım var, 2cə gün vaxtım var, bircə ay vaxtımız var, bircə həftə vaxtımız qalıb, 4 ay vaxtımız qalıb. İndi gələn ay olacaq 3 ay, sonra 2 ay, sonra belə yavaşca bircə gün qalacaq, gedəcəksiniz imtahana. Hə, fikir verirsiniz, bu ca nəyə artırıldı? Saylara. Hətta zərfin özünə də artırıla bilər. Məsələn, deyir ki, yaxşıca dincəldik. Uşaq fikirləşir ki, bu hərəkətə aiddir də, yaxşıca dincəldik. Götürür bunu, düzəltməz zərf. Deyir, kakraz zərfdir, hərəkətlə bağlıdır, plus orada ca da var, düzəltməz də. Birinci, ca zərf düzəldəndə bu formada dil mənası ifadə eləməlidir, orada ifadə eləmir, bu 1. 99% bu belə olur. Plus, sən bu canı leksik şəkilçi götürmək istəyirsənsə, leksik şəkilçi neyniyir? Yeni mənalı söz yaradır da, sözün mənasını dəyişir. Ha yaxşı dincəldim, ha yaxşıca dincəldim. Ha yaxşı yedim, ha yaxşıca yedim. Burada yeni məna var ki, yox, yenə mən yaxşı dincəlmişəm, yaxşı yemişəm. Bu ca, yaxşıcaya ümumiyyətlə zərf demək düzgün deyil. Orada yaxşıdır zərf. Ca ona qoşulub. Ədatdır yenə də. Necə xırdacada xırda idi bizim sifətimiz, ca ona ədat kimi qoşulmuşdu. Bu da həmçinin. Başa düşdünüz? Yaxşıca sözü düzəltmə zərf deyil. Yaxşı zərfdir, ədat orada cadır da, başa düşdünüz. Sonra canı görəcəksiniz qoşmada. Yerinə ilə, fərqi ilə görə qədər qoya biləcəksiniz. Yol boyunca, yol boyu ilə, quruluşca, quruluşuna görə, dəryaca, o ayaqları suallar vardı, o canın yerinə qədər zad qoyurduq. Məsələn, dəryaca ağlın olsan, yoxsul olsan gülərlər, dərya qədər ağlın olsan. Başa düşdünüz? Sonra, məncədə vergül yoxdursa, mən qədər mənasını ifadə edir. Sonra, məncədə vergül varsa, məncə, səncə, bizcə orada artıq modal sözdür. Mənim fikrimcə mənasını verir, fikrin mənbəyini bildirir. Hə, bunları başa düşdünüz.
Sonra ca ola bilər başqa harda, sadəcə hansısa bir şəkilsinin 2 hərfi kimi. Məsələn, dıqcada ca var. Biz dıqcanı, dıq ayrı, ca ayrı götürmürük. Dıqca bütöv şəkilsidir. Sayda keçmişdir, larla, larca. Biz ları cadan ayırmırdıq ki, larcanı bütöv leksik şəkilçi götürdük və bir şəkilçidir o. Sonra ınca var, dıqca var. Orada calar bütövdür. Yaxşı, calar o şəkilçinin tərkib hissəsidir. Sonra casına rahat şəkilçidir, igidcəsinə, xaincəsinə. Bir dənə topluda bir dənə qəşəng sual var. Kök şəkilçidə də o var. Xaincəsinə, igidcəsinə tipli sözləri ayırmaq rahatdır. Amma açıqcasına sözü var. Onu 2 cür düşünmək olar da. Bir var, mən sözü açıqcasına söylədim. Bu başqa məsələ. Bir də var, açıqca. Atkritka olur, təbrikçilat yazırlar. Ay sağ ol. Bir var, mən bu sözü açıqcasına sizə deyirəm. Burada sözün kökü aç, ıq leksik, casına bütöv leksikdir. Buradakı casınadır və zərf düzəldir. Bir də var ki, mən müəllimənin açıqcasına ürək sözlərimi yazdım. Yəni atkritkasına da, həmin o kağıza. Orada da sözün kökü açdır, ıq leksikdir, ca leksikdir. Həmin o düşüncə, əyləncə yaradan ca var idi, açıqca. Həmin o cadır. Onun açıqcası mənsubiyyətdir, n bitişdiricidir, ay yönlük haldır. Başa düşdünüz? Yəni bunu bu açıqcasına sözündən istifadə olunub orada. Deməli, casına məsələsinə toxunduq. Sonra lanı görəcəksiniz harda? Leksik şəkilçi kimi görəcəksiniz, məsələn, iş sözündən işləmək, baş əvvəl mənasında baş sözündən başlamaq. Sonra gözləmək sözünün kökündə gözdür. Məsələn, insan gözlə gözləyir, izlə izləyir. La orada leksik şəkilçidir, bir dəfə feil yaradır, keçəcəksiniz feili. Sonra la zəf düzəldəndə mücərrəd isimlərə qoşulur. Bu məqama fikir verin ha. Məsələn, qələmlədəki qələm konkret isim olduğu üçün o ilə orada qoşmadır. Mən qələmlə yazıram, uşaq fikirləşir ki, yazıramın qabağındadır, bəlkə burada da la var, xeyr. O birgəlik bildirən qoşmadır. Amma, məsələn, qəzəb mücərrəd isimdir, qəzəblə danışır. Hünər mücərrəd isimdir, müəllim hünərlə döyüşür, əskər hünərlə vuruşur, sürətlə danışır. Yəni, tez-tez mənasında sürət mücərrəd isimdir də. Və burada bu formada, Bu belə. Sonra lanı görəcəksiniz qoşmada və bağlayıcıda. Qoşma olanda birgəlik vasitə alət bildirir. Məsələn, mən deyək ki, Rəşidlə danışıram, birgəlikdir. Deyək ki, mən velosipedlə gedirəm, vasitədir. Yəni, mən velosipetin ayaqla da gedə bilərdim, atla da gedə bilərdim, qatarla da gedə bilərdim, təyyarə ilə də gedə bilərdim. Yəni, bu alət məsələn, kimsə qapını təpi ilə açır, kimsə açarla açır, kimsə də pultla açır. Yəni, başa düşdüm, məsələn, götürür əlinə pultu, sıxır, qapı açılır. Bu belə. Bunu başa düşdünüz. Bu hissə aydındır. Bir də la bağlayıcı ola bilir, yerinə və qoyacaqsınız. Çox dərinə girmirəm, orada xəbər cəmdə olmalıdır, falan olmalıdır. O detallara hələ girməm, çünki mövzumuz tamam başqadır. Sonra ən. Əni ədatda görmüsünüz, sifətin dərəcələrində var idi. Ən gözəl, ən maraqlı, ən savadlı. Əni bir də görəcəksiniz feili sifətdə. Gələn, gedən, gülən, o formada. Sonra aşı var, yanaşı, aki var. Görürsünüz, bu zərfdə ki yoxdur, daki yoxdur. Bu məsələni mən sizə sifətdə bir dəfə demişəm, yenə deyirəm. Dünənki sözünə zaman zərfi deməyin. Dünən zaman zərfidir, ona biz ki artırmışıq, yaratmışıq dünənki sözünü. Başa düşdünüz? Yəni artıq sifətdir. İçəridəki sözünə yer zərfi deməyin. İçəri yer zərfidir, biz ona daki artırmışıq, olub sifət. Başa düşdünüz? Bu belə. Sonra anə, yanə var, dahiyana, şairənə rahatdır. Lıq var. Uşaqlar, lığı isimdə görmüsünüz. Çəmənlik, müəllimlik, həkimlik, dilənçilik burada isim yaradır. Lığı sifətdə də görmüsünüz. Məsələn, payızlıq paltar, necə paltar, dolmalıq ət, necə ət, aylıq hesabat, illik hesabat. Sonra siz bəziləriniz çaşı bunu say götürücüsü, birlik taxta, üçlük reka, yüzlük turba, 50lik mismar. Onlar əslində sifətlidir. Bir də lıq burada zərf düzəldir və daha çox hərəkətlə bağlı olur. Ömürlük, nə bilim, getdi, həmişəlik, sağollaşdıq, əsasən feillərlə bağlı olur. Birlik isim verilir. Birlik isim də ola bilər, sifət də ola bilər. İnsanlar arasında olan birlikdən söhbət gedirsə, isimdir. Amma ölçü vahidi formasında birlik turba, nə bilim, yüzlük o mənada, birlik taxtalar olur, 1 sm, o formadadsa artıq sifətdir, bəli, say deyil.
Lıqdadır, o tamam başqa bir şeydir. Birlikdə getdik, o tamam ayrı bir şeydir. Sonra gə. Gəni isimdə də görmüsünüz. Məsələn, düşün, bölürsən bölgə olur, düzdür? Dönürsən döngə olur. Birgə zərfdir. Sonra da və dan şəkilçiləri şeydə də var. İsimdə hal şəkillərində də var. Orada qrammatikdir, burada leksikdir. Necə ayıracaqsınız? İsmin kimdən, nədə, harada, kimdən, nədən, haradan sualını verdiniz? İsimdir. Məsələn, tutalım ki, deyəm ki, məsələn, Amindən kitab aldım, kimdən? Almadan, məsələn, deyək, yaxşı dad gəlir, nədən? Lənkərandan gedirəm, haradan? Deməli, o qrammatik şəkilçidir. Amma deyirsiniz, məsələn, qışda, deyək ki, piti yemək ləzzət eləyir. Qışda deməyəcəksən ki, kimdən, nədə, harada. Düzdür? Hərdən dərs oxuyun. Nə deyəcəksən, kimdən, nədən, haradan? Yox. Burada artıq leksik şəkilçidir. Hə, burada bəzi sözlər ola bilər, iki cür düşünülə bilər. Məsələn, yayda Bakıya gedirəm. Burada zaman zərfidir. Yayda 3 ay var. İyun, iyul, nə bilim. Bu artıq 3 ayın yerini bildirir deyənə yaydadır. Başa düşdünüz? Məsələn, birdən sözü iki cür düşünülə bilər. Bir anidən mənasında. Məsələn, Rəşid birdən qışqırdı. Bu zərfdir, anidən qışqırdı. Deyirəm, Rəşid birdən saymağa başladı. Bu iki cür düşünülə bilər. Yəni, bir var birdən başlayıb, 1, 2, 3, 4. Bir də var birdən, yəni riski başladı saymağa, durduğumuz yerdə. Biz başqa şeylərimizi başlayıb 1, 2, 3, 4. Niyə sayır bilmirik. Yəni, bunu iki, sonra var belə bir şey. Məsələn, deyir ki, biz birdən yuxarı qalxdıq. Bu anidən yuxarı qalxdığı da ola bilər. Ola bilər liftdir, girmirsən, 1-ci mərtəbə, 5-ci mərtəbəni vurursan, neçənci mərtəbədən qalxırsan? Birdən. Sonra yenidən oxuyun. Bir var təkrar oxuyun mənasında zərfdir. Bir də var, məsələn, köhnə kitab var, yeni kitab var. Sifəti isimləşdirir. Deyir, yenidən oxuyun. Yəni, yeni kitabdan oxuyun. Cümlə formasında verməsə, onu o verə bilməzdir. Bunu ancaq cümlə daxilində müəyyənləşdirmək olar. Başa düşdünüz necə? Təzədən, nə bilim, gətirin. Təzədən gətirin, iki cür düşünə bilər də. Bir var, ikinci dəfə gətirin. Məsələn, kabab yemişik, çatmayıb, təzədən gətirin. Bir də var, təzədən gətirin. Orada köhnəsi də var, təzəsi də var. O mənada artıq çıxışlı qaldı. İki cür düşünülənləri var. Sonra araqda görsünüz, vurğu sona düşüb. Əvvələ düşəndə feili bağlamadır. Sonra, bu ınca məsələsi də feili bağlamada var. Bunu necə ayıracaqsınız? Məsələn, doyunca, ıncanı ayıranda nə qalır? Doymaq feildir. Sonra görüncə, görmək feildir. Amma bura bax, lazımınca, deyək ki, pulum var, lazım feil deyil, görürsünüz. Sonra layiqincə ölkəni təmsil elədik, layiq feil deyil. Deməli, bu feili bağlamadsa, feilin gərək üstündə olsun da, düzdür. Burada feilin üstündə deyil axı. Deməli, bunlar leksik şəkilçidir, zərfdir, bunlar feili bağlamadır. Başa düşdünüz? Bu şəkilçilər deyir, vurğu qəbul etmir, bu bizim istisnamızdır. Gəlirəm məna növlərinə. Yox, quruluş, üzr istəyirəm. Deməli, nəyə? Hə, burada bir-iki məsələ var. Buna xüsusi ilə fikir verərsiniz, uşaqlar. Nəyə fikir verərsiniz? Bax, bu babə bitişdiricisi ilə sifət də yaranır. Bax, rəngbərəng güllər sifətdir. Sonra növbənöv çiçəklər, bunlar sifətdir. Amma günbəgün qocalırsınız. Qapılar tay-batay açıldı. Harada bağ gördünüz, durub onu mürəkkəb zərf götürməyin də. Bəlkə o mürəkkəb sifətdir. Bir də bu o gün bugün söhbəti var. Bununla bağlı bir şey deyəcəm. Sonra qayıdarıq mövzumuza. Deməli, bu o gün bugün söhbəti nə söhbətdir? Uşaqlar, 2 dənə cümlə yazıram. Yazıram ki, bugün dərs var. Bir də deyirəm, bugün maraqlı keçdi. Bax, yazıram ki, bu gün, məsələn, soyuqdur. Soyuqdur. Biz busuz cümləni oxuya bilərik. Gün soyuqdur. Belə şey ola bilər? Yaxşı, cümləni biraz başqa vəziyyətə salaq. Yaxşı. Bugün dərs var. Gün dərs var olur. Hə. Yaxşı. Görüm ona söz tapdınız, buna görüm nə deyirsiniz. Hə. Hə? İndi deyəcəm. Bir də baxın. Bugün maraqlı keçdi. Burada maraqlı keçən gündür. Bu hansı gündür? Bugün. Burada gün isimdir. Bu işarə əvəzliyidir. Burada bölə bilmədiyimiz üçün bir yerdə mürəkkəb zaman zərfidir. Başa düşdünüz? Bunları tutursunuz. Bunun yerinə o yazar, onun yerinə hər gün yazar. Məsələn, hər gün dərs var. Gün dərs var olmur. Amma hər gün yorucu keçir. Yorucu keçən gündür, o gün hansı gündür? Bu gündür, o gündür, hər gündür. Başa düşdünüz? Bundan bağlı sual yoxdur. Əla.
Keçirik zərfin. Əgər bunlar aydındırsa, bunlarda bir problem yoxdursa, keçirik zərfin məna növlərinə.